Gəlin bu suala baxaq. Deyir, kəsirin qiymətini tapın. Baxın, nə edirik? Baxırıq ki, ümumi hamısı 8 üzəri 15-dir. Gəlin 8 üzəri 15-in bir dənəsini mötərizənin qarşısına çıxaraq. Olur 8 üstü 15. Bu hər biri 8 üstü 15 qarşıya çıxır axı. Hər birinin yerində 1 qalır. Yəni 6 dənə 1 qalır. Yəni bu şəkildə. Çünki yəni nə etməliyik? Qayıdıb hər birini mötərizənin içərisinə vursaq eyni ifadə alınmalıdır. Baxırıq ki, 815-i 1-ə vuranda 815, üstə gələk 815, 815, 815, 815, 815. Yəni bu şəkildə olur da. Yəni əsas məqsəd odur ki, qaytarıb içərisinə vuranda eyni ifadə alınsın. Digər tərəfdən məxrəcdən də 4 üstü 10-u qarşıya çıxartsaq, yəni eynisi yeni qalır. 1, 1, 1. Yəni eyni ifadə burada da, yəni qaytarıb içərisinə vuranda eyni ifadə alınmalıdır. Sonra nə edirik? Bunu 6 olaraq yazırıq. Yəni ümumi toplayıb 6, bunu da 3 olaraq yazırıq. Yəni 6 bölək 3 olur buradan. Bu 815-i gəlin 2-nin kubu yazaq. 8-in yerinə yazıram 2-nin kubu. Üzərində də 15 olduğu kimi qalır. 4-ün də yerinə 2-nin kvadratı yazıram. Üzərində də 10 olduğu kimi qalır. Bu şəkildə yazdıq. Sonra 2 üzəri 3 15-ə vurulur. Olur 45. 2 də olduğu kimi qalır. Yenə 2 də 10-a vurulur. Olur 20. Sadəcə bu 6 ilə də 3 çıxar. Gedəndə burada bir dənə 2 qalır. Vuraq bir dənə də 2 olanda bu şəkildə olur da. Yəni 2 üzəri 46 olur. Sonra bölək 2 üzəri 20. O da eləyir, əsaslar eyni olanda və bölmə olanda əsas olduğu kimi qalır, üzərlər çıxırıq. 46-dan da 20 çıxanda eləyir 26. Cavabımız 2 üzəri 26.